Bakı-Sumqayıt yolunda sıxlığın aradan qaldırılması məqsədi ilə yeni yol ötürücüsü inşa ediləcək. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramına əsasən Sumqayıt yolunda ekologiya postuna çatmadan birbaşa keçidi təmin edən yeni bağlantı yaradılacaq. Sözü gedən yol ötürücüsü durduğum bu ərazidə inşa ediləcək. Yol ötürücüsü Bakı-Sumqayıt yolu ilə Bakı-Şamaxı-Yevlax magistralını birləşdirəcək. Həmin layihə tam icra ediləndən sonra sürücülər Xırdalan dairəsinə getmədən durduğum bu ərazidəki yol ötürücüsü vasitəsilə həmin istiqamətdə rahat hərəkət edə biləcəklər. Bu da həm vaxt itkisini azaldacaq, həm də ətraf qəsəbələrə gediş-gəlişi xeyli rahat edəcək. Mütəxəssislər hesab edirlər ki, yeni yol ötürücüsü nəqliyyat axınının alternativ istiqamətlər üzrə bölüşdürülməsinə imkan verəcək. Nəticədə həm Bakı-Sumqayıt magistralında, həm də Xırdalan dairəsi ətrafında sıxlıq müəyyən qədər azalacaq. Həm körpünün yanındakı o dairə və körpünün özünün yükü azalacaq, həm də Xırdalan dairəsinə gedərək oradan Xırdalan şəhərinə daxil olmaq istəyənlərin bir qismi Bakı-Şamaxı yolu ilə hərəkət edə biləcəklər və o layihə o vaxt doğru olacaq ki, yenə də dövlət proqramında nəzərdə tutulmuş digər bir tədbirlər var, onlar da icra olunsun. Həmin tədbirlərdə nədir? Bakı-Şamaxı yolundan Xırdalan şəhərinə 3 dənə müxtəlif yerdən giriş-çıxışın yaradılması. Əgər həmin Bakı-Şamaxı yolundan 3 yerdən giriş-çıxışlar yaradılarsa və nəqliyyat axınının bir hissəsi Xırdalan şəhərinə daxil olmaq üçün o yeni yaradılacaq qovşaqdan birbaşa Bakı-Şamaxı yoluna keçərək Xırdalan şəhərinə daxil olurlarsa, bu Xırdalan dairəsinin yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Layihə yalnız tranzit hərəkət üçün deyil, ətraf qəsəbələrdə yaşayan sakinlər üçün də mühüm əhəmiyyət daşıyacaq. Xüsusilə Sulutəpə, Höküməli, Qobu və Müşfiqabad istiqamətində hərəkət edən sürücülər üçün də həmin yol ötürücüsü alternativ marşrut hesab ediləcək.